Hər vaxtınız xeyirli uğurlu olsun mənim əziz və dəyərli izləyicilərim. Yenə mən gəldim. Yenə yeni bir vlog ilə qarşınızdayım. Videomla qarşılaşan hər kəsi salamlayıram. Kanalıma və yeni bir vloguma xoş gəlmisiniz deyirəm. Necəsiz qızlar? Keyfiniz, əhvalınız necədir? İnşallah ki, hər biriniz yaxşısınız. Tək yaxşı olun. Şükürlər olsun, mən də yaxşıyam. Bu dəfəki vloqum qızlar gəzinti vloqu olacaq. Baldızımla bir yerdə getmişdik gəzməyə. Çox maraqlı gün keçirdik. Neçə vaxt idi ki, planlaşdırırdıq baldızımla çıxaq gəzməyə şəhərə, yeni il qabağı və axırki gün bir gün seçdik, qərar verdik ki, bu gün çıxaq. Yəni dekabr ayının 22-si çıxdıq, gəzdik. Çox gözəl bir gün keçirdik. Getdiyimiz yerlərdən də az-az biraz çəkilişlər də etdim sizin üçün. Yəni bu vlog gəzinti sevənlər üçün olacaq. İnşallah ki, sevərək və bəyənərək izləyərsiniz bu vlogu da. Əslində, yəni gəzintiyə gedərkən çəkiliş etmək fikrim yox idi. Sadəcə olaraq dedim, günüm boşa getməsin. Az-az da olsa bir şeylər çəkim sizin üçün. Yəqin ki, maraqlı olar izləməyə. Həm də fikirləşdim, yəni bayram qabağı şəhərə getməyənlər şəhərin abu-havasını da görmüş olar. Həm də başqa ölkələrdən izləyən həm yerlilərimiz də var. Onlar üçün də izləmək maraqlı olar yəqin ki. Düşündüm ki, qəribçilikdədirlər, darıxırlar. Doğma şəhərlərini görmək yəqin ki, xoş olar onlara da. Bir sözlə getdiyimiz yerlərdən bir şeylər çəkməyə çalışdım sizin üçün. Amma belə getmədən öncə dedim, yeməyimi hazırlayım, öncə qoyum ki, gələndə adətən mən ümumiyyətlə harasa getdimsə, gələndə yorğun düşürəm. İş görməyə həvəsim olmur, ona görə də yeməyimi öncədən bişirdim, qoydum ki, hazır olsun yeməyim. Və daha sonra günorta çıxdıq evdən ki, yəni şəhəri axşamüstü gəzmək daha maraqlıdır deyə. Dedik elə günorta çıxaq ki, axşamüstü gəzə bilək də bir sözlə. Və işimizi bitirdikdən sonra baldızımla zəngləşdik, görüşdük, yaxın yaşayırıq biz baldızımla, elə çıxdıq yola, oradan da avtobusla gəldik Koroğluya. Koroğluda düşdük ki, metro ilə gedək şəhərə, amma öncə belə Koroğluda, metroya yaxınlıqda belə mağazalar var. İndi hal-hazırda olduğumuz mağaza moldur, yəni park mol deyilir bura. Girdik ki, görək burada nələr var. Həm baldızım, həm də mən hədiyyəlik bir şeylər axtarırdıq. Belə baxdıq, qiymətlərlə maraqlandıq. Ucuz idi, endirimlər var idi. Həm də seçim də çox idi, gözəl şeylər çox idi. Və buradan da alacaqlarımızı aldıq. Daha sonra yollandıq üzü şəhərə və getdik 28-dən çıxdıq. 28-dən girdik, sahildən çıxdıq, Crescent Mall-a getdik, bir sözlə gəzdik hər yanı. Bütün şəhəri gəzdik. Düzdür, şəhərə gedirdik, nəysə iş dalıyca və yaxud alış-veriş falan, amma gəzməyə çoxdan da getmirdik. Həqiqətən də belə maraqlı oldu. Özdə bu yeni il qabağı çox maraqlı olur, bilirsiniz, hər yer çil-çıraqlı, işıqlı, əlvan, rəngarəng, çox ürək açıcı bir abu-hava var idi şəhərdə. Və həm də ki, bu soyuq əllər isti ürəklərə də getmək fikrimiz var idi. Düzü mən iniş il getmişdim, keçən il getməmişəm, amma baldızım heç getməmişdi. Ona görə dik gedək orada. Maraqlı idi görmək, həm də nəsə bir şeylər yeyərik, amma təəssüf ki, orada yemək yemədik. Niyə görə ki, baldızıma dedim ki, orada yəni oturmağa yer yoxdur da, ancaq alırsan ayaqüstü yeyə gəzirsən. Və belə qərar verdik ki, öncə hardasa oturub yemək yeyək, daha sonra gedərik ora. Prosta elə belə baxmağa. Elə də etdik. Və elə gəzə-gəzə daha sonra getdik. Elə bulvardakı yarmarkanı da oranı da gəzdik. Daha sonra oradan Crescent Mall-a getdik. Bir sözlə əyləncəli bir gün keçirdik. Belə axşam gec saatlarında qayıtdıq demək olar ki, evə. Gec deyəndə saat 9-10 olardı ki, biz artıq gəlmişdik evə. Və beləcə gözəl, əyləncəli bir günü də belə sonlandırdıq. Və videonu özüm keçirəm ki, maraqlı olsun sizə izləməyə. Ardını isə şərhsiz izləyin. Sizə xoş izləmələr.
Almalı geçeydi böyle şeyler. Da bak. Çok güzel rengi var. Hiç vakit evden gitmişim. Buradan şey bulmak istedim, bilmem ne diyor. Ucuzdu her yeri. 94 manat qəşəng paltodur. Bura belə dağılıb gedir. Bu da qəşəngdir, amma cayırır. Cavan qızlar geyinir. Neçədir? Görməmişəm belə bəzəkli deyil. Mən çox sadə şeylər xoşlayıram. Sadə sayılır bu. Üstü yazılıdır, görməmişəm də mən onda. Bir özüm nasıldır? Ayaqqabıya da baxıram. Deyirəm az üstündə bir dənə xətt olanda bir yox. Xətt olmasın. Ağappaq. Biz də əvvəl elə idik də, yadıma gəlir. Dəyişə İndi bilmirəm. harda şit şey var, onu bəyənirəm. Ciddiyə deyil ki, indi bezir də adam neçə illərdir. Əvvəllər belə şeylər dəvdə idi, təzədən dəvə qayıdı. Hamısı da 38 manat. Əladır. Allah. Kofta da 38 manat. Almısan sən ona belə şey. Jilet. Ha, Nasıl var? çox qəşəng model. Tüksüz desə tüksüz də giyinə bilər. Şeydir. 38 mi? Əladır qiyməti. Bir tane, üç tane yük gidelim. Sağ olursa canım. Özü qurtarır da, hə? Son kuşumuz. Karısını da var. Qara. Aventus'un var. Var. Ancaq qara olsun. Hə, qara olsaydı ya olmasaydı o qırmızını eləyərdi. Belə yaxşıdır tam. Tam qara yoxdur. Bir o qırmızı olsun onda. Tam qara deyil bəs.
Bu da güzel. Bundan alacağım bir dəfə. Qəşəng çıxar piroq. Şey görsənir. Amma ceyran yumaq sur o qədər çətindir. Hə. Bu da. Ən Da yaxşı. qoysan olmur. De o değil. Ləkəsiz adı tutur, pis olur. Bundan alacağım belə dəst. Ayrı-ayrı Yemək qızım. qoymağa. Stola qoymağa qəşəng görsənir. Üzüm Qanaqca. Hər dəfə onu görəndə deyir özüm bizə. Burada ne var ki var? 4 tane belə dəmir. Neçədir? Məndə var idi desə belə Cırır, dəmir. ayrı-ayrılıqda bunları mən alacağım. Elə gəlib həmin qiymətə çıxacaq da. Düzəltdirməyi də versəm. Neydi patmış neçəyədir ki? Bu neçə? Bu da ucuzlu şeydir. Qalır bir dənə bu, boltdakı evdə var. Seçim dərdim qutar. Onun detallarını axtar ta. Detallar deyil ki, qov axtarırsan da şu. Burada var orada. Keyf səni. Düz deyirsən, hə? Mən də Xırdabat dükanında həmişə gözüm qaralır. Çox şey olanda baxa bilmirəm ki. Çox fırtıqdır. Hər iki çəkiliş edəndə vəbşi baxa bilmirəm. Heç söndürüm vəbşi. Rahat Yox, baxın. onun ucu var. Çox qəşəngdilər. Akşi ucuz oldu sadece. Akşi sarılıklı ucuz oldu. Afrin trendi də sarı baxır. Yo sarı. En çok alınan sarı. Heç yaraşmır. Qızla şeylə bir belə şey nədir o? Belədir va. Gör baxın ağzı açıq qalır. Olmacın da buradadır da bu sırada. Yadıma gəlir. Yiyir diye. Olar, girək də. Burada nam türk mətbəxi dadlı olur. Girək də. Girək. Adam çok dolu. Her yer açık değil bura.
gələrdik burada yeyərdik də əlimizdə. Yedik də doyduk da. Sonra bax bu da xoşuma gəlir. Sonradan qoyulub da bu taxtalar. Yoxsa var idi elə burada. Hər il qoyulur. Dekabrın əvvəlində qoyulur. Bayram qutarandan sonra yığışdırılır. Bu belə taxtalara yığırlar. Böyle qalsın da yenə hər gün içsin də. Sonra Bura bax qəşəngdir ha. Bura çox qəşəng. Ay, bilirsən nədir? Güya yol qəşəngdir deyə. Ne kadar bu gidiyorlar. nə qədər adam var az burada. Hamısı da gənclər burası. Bizim nə işimiz var burada? Mahnıma da Sən oturaq yəni qapalı yerdə içəri ya. Məncə də. Donmuşsan da biz dışarısan. İndi bunun çıxışı hardandır bu tərəfdən? Yeni o yana giriş var orada. Ha? Ha. Və beləcə qızlar gəzə-gəzə gəlib çıxmışıq Crescent Mall-a. Biraz da burada molu gəzdik, oturduq, bir çay içdik. Daha sonra dedik Fontan Show-ya baxaq. Ümumiyyətcə belə heç vaxt yəni Crescent Mall-a nə yalan deyim gəlməmişdim. İlk dəfə idi gəlirdik, baldızım da mən də. Elə dedik Fontan Show-ya da baxaq. O da təəssüflər olsun ki, işləmirdi fontan. Deyəsən saatlandır, hansısa müəyyən vaxtda olur. Biz gələndə artıq dayandırılmışdı show, bitmişdi. Neysə elə orada kör peşman qayıtdıq ki, nə vaxtsa başqa vaxt bir də gələrik yəqin ki. Səhv etmirəmsə axşam saatlarında olur, 6-7 falan, amma biz gələndə artıq gec idi. Elə dedik də gəlmişik, biraz mağazaları gəzdik. Çayımızı içdik, daha sonra oradan da yollandıq evə. Və beləcə də gözəl bir günün sonuna da belə çatdıq. Videomda qızlar artıq sona çatır. Sağollaşmaq istəyirəm sizinlə. Videonu sona qədər izləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Baxan gözləriniz var olsun.
Bəyənən, yorum yazan barmaqlarınız yorulmasın. Allah sizi var eləsin. Hər kəs kim bəyənirsə, kim dəstək olursa, hər kəsdən Allah razı olsun. Və növbəti videoda görüşmək ümidi ilə bugünlük də sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın. Özünüzə yaxşı baxın.